Son dəqiqə vacib xəbəri mütləq dinləyin. 10 minlərcə taksi sürücüsü işsiz qala bilər. Süni intellekt daha nələr etmədi. Bundan sonra 10 minlərcə ailənin çörəyinə bais olacaq. Axı bu nədir? Sükan yox, pedal yox, sürücü yox. Bu nə deməkdir? Hamısını süni intellekt idarə edir. Artıq sürücüyə ehtiyac qalmır. 100% elektromobil 24 saat yorulmadan işləyir. Sabah Dubayda, biri gün Türkiyədə, sonra isə Rusiyada və çox gec olmadan sən Azərbaycanda da bu elektromobil robot taksini görə bilərsən. Texnologiya inkişaf etməlidir, bəli, amma insanlar nə edəcək? Başqa iş tapacaq, yeni peşə, yoxsa kənardan baxıb çörəksiz qalacaq? Robot taksilər, Amazona məxsus Zux sürücüsüz taksiləri artıq yollara buraxdı. 24 saat işləyir, maaş istəmir, üstəlik yorulmur. Bilirəm bu xəbər səni çox düşündürəcək. Süni intellekt, robot dövrünə hazırsan? Sonda şərhləri sizə buraxıram.